2000-2001 mövsümündən bu günə kimi okey. bir mövsüm ərzində Çempionlar Liqasında ən çox qol vurmuş 10 komanda. Bavariya 2019-20. Də o 7 dənə. Bəli, birinci yerdə 11 oyunu 43 qol vurublar Çempionlar Liqasında. 18 Barcelona işlətləyiblərdi. Mourinho Real Madrid var. Mourinho Real Madrid 2011-2012 mövsümündə 12 oyuna 35 qol vurub və 5-ci yerdədir. Pep Guardiola Manchester City prosta Çempionlar bilmirəm 23 yoxsa finalda uduzduğu. Yox, Çempionlar. Dava 23 Haalandın. Treble mövsümü. 9-cu yerdədir. 13 oyuna 32 qol vurublar. Paris Saint-Germain. Bu mövsümün Paris Saint-Germain siyahıda 8-ci yerdədir. 16 oyuna 33 qol Bu vurublar. mövsümün. 17-18 Liverpool. Bəli, 3-cü yerdədir. 15 oyuna 41 qol Deyirəm, vurublar. o şəflirdilər da. Yaxşı, bu ilin Barcelonası. Bu ilin Barcelonası siyahıda 2-ci yerdədir. 14 oyuna 43 qol vurublar. 2011-2012 Barcelona. 2011-2012 Barcelona siyahıda 4-cü yerdədir. 12 oyuna 35 qol vurublar və Real Madrid. Real Madridlə Yo, finalda. Kim ola bilər? Yəni hansı Real Madrid ola bilər? Deyir Real Madrid var. Hə, 2001-2002 bəli, Nə qədər qol vurublar? 7-ci yerdədir. 17 oyuna 35 qol vurublar. Dortmunddur deyirəm, bax belə açıq. Dortmunddur 14 oyuna 31 qol vuraraq 10-cu yerdə qərarlaşıb. Bu ilin Dortmundudur. Bəli. 14 oyun bu il ola bilər də. Əziz izləyicilər, 6-cı yerdə qərarlaşmış komandanı tapmağı da sizin ixtiyarınıza buraxıram. Bu komanda onu tapana makaron hədiyyə.